Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə kollektiv idarəetmə təşkilatlarının fəaliyyətləri adlı beynəlxalq konfrans keçirilib. Məqsəd müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasının təşviqi, maliyyə hüquqlarının təmini və bu sahədə fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsidir. Konfransda ölkəmizin müəllif hüquqları təşkilatları ilə yanaşı Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Rusiya təşkilatlarının nümayəndələri də iştirak ediblər. Tədbirdə əqli mülkiyyət hüquqlarının təminatı mərkəzinin, o cümlədən agentliyin yanında İctimai Şuranın fəaliyyəti haqqında məruzələr dinlənilib. Bugünkü platformanın əsas məqsədlərindən biri də ondadır ki, bizdə yeni yaradılmış və artıq fəaliyyətdə olan bütün kollektiv idarəetmə təşkilatlarını bir araya gətirib, bir ekosistemin yaradılması, bir dialoqun yaradılması və bununla da müəllif hüquq sahəsində olan, müəllif hüquqlarının təminatı sahəsində olan məsələləri daha da inkişaf elətdirmək, daha da buna diqqəti cəlb etmək və bu məsələlərin yüksək səviyyədə həll olmasına nail olmalıdır. Təcrübə də göstərir ki, əsas məsələ kollektiv idarə etmə təşkilatı və müəllif arasında şəffaf əlaqələrin qurulması və yığılmış qonorarın ədalətli şəkildə bölgüsü və müəlliflərə çatdırılması. Bu prinsip hesab edirəm ki, həm bu ictimai birliklərin, həm müəlliflərin, həm də bütövlükdə cəmiyyətin marağında olan əsas məsələdir.